Camera. Rolling. Action. Müəllim, səhər saat 8-in yarısında başlayan 3 ay vlogu günlərim axşam saat göstər. Saat 9. Biz Şəkidəyik. 5 maşınla yola çıxdıq, 5 maşından da qayıtdıq. 3 saata getdik, 4 saat yarıma qayıtdıq. Qarış gəzib Göyçay Nar festivalında oldu. Nə xoş partilərlə qayıtdıq. Hamısını videoda anbar görəcəksiniz. Sağ olun. Təşəkkürlər. Salam, sabahınız xeyir olsun. Xoş gördük günlərim. Dostu Anar Qəniyevlə bir yerdə Göyçaya gedirik. Göyçayda Nar festivalına dəvət almışıq. Düşünürəm ki, çox gözəl tədbir olasıdır. Qarış gəzir. Bu dəfə də Göyçaydayıq. Deməli, bayaq da dediyim kimi dostum Anar Qəniyev artıq gəldi. İlk otostop yerinə Daşqayadan başladıq. Sağ olsun, Naib bizi götürdü. Hələlik Dəhnəyə qədər gedirik. Görək Dəhnədən sonra Oxanlıqı görəcək. Bizi sağ olsun gətirdi. Kiçik Dəhnəyə qədər. Təşəkkürlər. Hörmətli olun, işiniz uğurlu olsun. Təşəkkürlər, Sağ çox olun. sağ olun. Kiçik Dəhnədəyik. Növbəti otostopumuz harda qırlar. Hansı tərəf edəcək? İlk durağımızda Daşqayadan başlamışdı Şəkidə. Hal-hazırda da Kiçik Dəhnə kəndinə gəlmişik. Kiçik Dəhnə kəndindən də otostopumuza Göyçaya doğru yol alırıq. Görək bizi kim aparır? Böyük Dəhnədir. Ayaqla gəlmişim. Kiçik Dəhnədən yoldan bizi Anar dayı götürdü, sağ olsun. İndi də Xaldana doğru yola gedirik. Oradan da görüşürüz. Gəlmişik, Xaldan qurğundayıq. Göyçaya bir adım daha yaxınlaşmışıq. Keçdik. Xaldan qrupundan Elçin dayı bizi götürdü. Ağdaşa qədər aparır. Ağdaşdan sonra görək bizi kim aparır Göyçaya. Ağdaşın qrupundan Pərviz Qaqaş götürdü, çox sağ olsun. Gedirik 3 yola. Ora qədər də Pərviz abi apar bizi, çox sağ olsun. Oradan sonra görək Göyçaya nətər gedirik. 3 saat otostopla yol gəldikdən sonra Göyçaydayıq və gedirik stadiona. Qarış gəzərək gəlmişik Göyçaya. Göyçayda Nar festivalındayıq. 5 maşınla gəlib 3 saata çata bilmişik bura. İndi isə başlayırıq Göyçayda bu festivalda görək nə var, nə yox. Hər birini incə Anar Qənizadə tərəfindən çəkilərək, mən tərəfindən danışılaraq paylaşılacaq. İndi isə başlayaq.
Sağ ol. Şəkidən gəlmişəm. Özüm şəhid yoldaşıyam. Hazır verdin, sağ olun. Teşekkürler, hayırlı olsun. Niye baksan ha? Balın üstünde arılar da gelipti. Adı bal. Bu gülendir. Tabii gülendir. 17 Ana ne sardı? Sarı gelin. Oku da. Evleri var ayamam xana xana. Evleri var ayamam xana xana. Ben yoruldum ayaman ayaman yana yana. Ben yoruldum ayaman ayaman yana yana. Güzel gününüz olsun. Sizin adınız nedir? Sübhan Əlizadə, Anar Qənizadə. Nə gözəl. Şad oldum tanış oldum. Fuad Bey, bizə siteniz barədə qısa məlumat verə bilərsiniz? Sitemiz barədə Saatlı rayonunun məhsullarıdır. Biyan balı və bu çiçək balı yazılan qanqal balıdır, ala qanqal balı. Çox xeyirlidir qaraciyər üçün, detoks eləyir, təmizləyir qaraciyər piləməyə qarşı. Digər may balıdır, müxtəlif çiçəklərdən 100 hektara yaxın orada bağ sahələri var, həmən bağlardan yığılmış çiçəklərdir. Belə, bu qədər sertifikatlar bizimdir. Keçən cənab prezidentlə, iki prezidentlə görüşmüşəm. Mən fermer olaraq məhsullarımızı təqdim eləmişik. Xarici qonaq prezident də var idi orada. Kiçik ailə təsərrüfatıdır, 100-ə yaxın ara ailəmiz var və özüm işləyirəm. Nə gözəl. Uğurlar müəllim. Çox sağ olun. Təşəkkürlər. Deməli, bugün də qarış-qarış gəzib Göyçayda oldu. Göyçayda Nar festivalında olduq. Həqiqətən çox gözəl, çox əla bir tədbir idi. Buna görə bütün bu şəhər icra hakimiyyətinə, tədbirdə iştirak edən bütün tədbir iştirakçılarına təşəkkür edirəm. Və mən Anar Qənizadə ilə bugünkü qarış-qarış gəzir yekunlaşdırırıq. İnşallah otostopla evə gedirik. geri qaydırıq.
Hamısı ard-arda videolarda. Qarış-qarış gəzir. Harda? Göyçayda. Göyçayda. Müəllim, səhər saat 8-in yarısında başlayan Göyçay vlogu. Günlərim axşam saat göstər. Saat 9, biz Şəkidəyik. 5 maşınla yola çıxdıq, 5 maşından da qayıtdıq. 3 saata getdik, 4 saat yarıma qayıtdıq. Qarış-qarış gəzir. Göyçay Nar festivalında oldu. Nə xoş xatirələrlə qayıtdıq. Burası söz. Sağ olun. Təşəkkürlər.